Saçın tökülür, kəpək var, qaşınır, tez-tez yağlanır. Onda mənə diqqətlə qulaq as. Çünki indi göstərəcəyim sadə üsulla saçında olan kəpəyə, aşırı yağlanmaya, yağıllıq və kəpək səbəbindən baş verən saç tökülməsinə son qoya bilərsən. Necə? Ekrandakı ağrıya toxun, qırmızı olsun və profilin üzərindəki pil uşağı arasına toxun, mənə diqqətlə qulaq as. Götürürsən bir dənə çaynıqı, içinə bir xörək qaşığı mixə atırsan, 5 ədəd dəfnə yarpağı atıb 20-25 dəqiqə qaynar su töküb dəmləyirsən. Dəmlədikdən sonra alınan məhlulu bir sprey qabına töküb üzərinə bir çay qaşığı alma sirkəsi qatıb çalxalayırsan. Saçlarını yuyandan sonra saç diblərinə bu hazır qarışımı uygulayırsan. Qısa zamanda elə ilk istifadədən saçında olan aşırı yağlanmanı, saç dibində olan kəpəyi, qaşınmanı və bu səbəblərdən yaranan saç tökülməsini aradan qaldıracaq. Videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzalçın Baloğlu'nla hər zaman sağlam qala biləsən. Unutma ki, bu müalicə üsulu deyil, maarifləndirmək üçün çəkilir.